Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bu günlər sizə əməli yazı nümunələri barədə danışmaq istəyirəm. Əməli yazı nümunələri ümumiyyətlə rəsmi işgüzar üslubda olan sənədlərin dilidir və bu sənədlər özü də əslində belə deyək, rəsmi işgüzar üslubdakı sənədləri iki yerə bölürük. Yəni rəsmi sənədlər və işgüzar sənədlər olaraq iki yerə bölürük. Rəsmi sənədlərimizə sərəncam, fərman, qanun, qətnamə, qərar, əmr kimi sənədlər daxildir ki, bunlar daha çox xüsusi əhəmiyyətə malik olurlar. Onların yaranmasında, iştirak olmasında xüsusi mütəxəssislər iştirak edirlər. Onlar əgər vacibdirsə qorunub saxlanmalıdırlar. Amma əməli yazımlardan olan işgüzar sənədlərdə isə daha çox fərdi şəxslər tərəfindən hazırlanan xüsusi mütəxəssislərə ehtiyac yoxdur. Yəni, qorunub saxlanması vacib deyil və çox vaxtda xüsusi bir formasında olurlar. Əməli yazı nümunələrindən gəlin, bax burada bizdə başlayaq bir baxa getməyə. Birinci olaraq bizdə əməli yazı nümunəsi olaraq ərizə nümunəsi verilir. Ərizə ümumiyyətlə belə deyək də ərəb sözü olub, ərz etmək sözündən gəlir, müraciət etmək, ərz etmək mənasına gəlir. Müəyyən formaya malik olub rəsmi şəkildə yazılmış müraciət edilir. Və ərizələr iki növünə təsadüf olunur. Şikayət xarakterli ərizələr vardır. Bir də xahiş xarakterli ərizələrimiz var da. Bir, yəni ki, nəyisə yazıb sizdən xahiş edirəm ki, nə bilim, ta ki bizim küçəmizin suyu partlayıb onu düzəldəsiniz. Bir də ki, şikayət xarakterli ki, kimdənsə narazılığınızı bildirirsiniz ki, bu da olur şikayət xarakterli ərizələr. Ərizələrin və izahatların o formalara oxşardır. İndi birazdan izahat da gələcək. Bax, görürsünüz, burada ərizə nümunəsi verir bizə. Yadda burada, bax, ərizədə göstərilir burada. Kimdən kimə ünvanlandığı, belə deyək, Mingəçevir şəhərinin 12 nömrəli məktəbinin riyaziyyat dərdəninin rəhbəri Zemfirə Məhrəmovaya həmin məktəbin 7B sinif şagirdi Xəyalə Hüseynova Musayevdən. Deməli, biz burada görürük ki, kimə göndərilir, kimdən göndərilir? Bu hissəni sağ küncdə istifadə edilir. Ortada ərizə sözü qeyd olunur. Aşağıda dediyimiz kimi xahiş eləyəcəksən, şikayət eləyəcəksən, nəsənsə bu məzmunu qeyd edirsən. Ən aşağıda isə imza, ad və tarix qeyd olunur. Burada da ərizənin qəbulu ilə bağlı belə deyək də dərkənar hissəsidir bura. Dərkənar. Bu hissədə yəni ərizəyə baxan şəxsin fikri bildirilir ki, yəni ki, ərizəyə hansı münasibəti bildirdi. Bu da belə. Sonra keçək digər nümunəmizə. Digər nümunəmiz izahat gəlir. Dediyim kimi, ərizə və izahatın forması oxşardır. Mənası ərəb mənşəli sözdən yaranır və mənası ətraflı sürətdə aydınlaşdırma, şərh etmə, bəyan etmə mənasını verir. İzahat da ərəb sözüdür. Belə deyək ki, oxşu quruluşlarına baxdıqda eyni bir oxşar quruluşa malik olduqlarını görürük. Yenə də sağ küncdən burada kimdən yazıldığı göstərilir. Ortada izahat yazılır və izahatın tərkibində. Fərq odadır ki, ərizədə biz şikayət edildiksə, izahatda biz əksinə səhv edən tərəf oluruq əksərən, belə deyək və bunun izahatını veririk. Ta ki, mən işə getməliyəm və işə yetişmişəm. Rəhbərliyə bildirəm ki, üzürlü sayım, ta ki, nə bilim, yollar probka idi, ay nə bilim, telefonumun budilniki çalmamışdı, nəsə də hər hansı bir səbəb göstərirəm ki, bəs mən filan səbəbdən gecikdim də işə. Buna görə də bu hissədə izahat deyilir, məzmun fərqi vardı arada. Qalan tarixdir falan da eyni olduğunu görürük. Növbəti bizdə, bax burada deyir ki, müqayisə etsək sadəcə deyir ki, izahat hissəsi və tərkib hissəsindəki burada 2 və deyir ki, 3-cü hissənin fərqli olduğunu görürük. Bizə buradan bunu göstərir. Arayış bir şəxsin kimliyini təsdiq etmək üçün verilən sənədə arayış deyilir. Bax, belə deyək də, yaşayış yerindən arayış verilə bilər. Bəzən də cinayət xarakterli məsələlərdə də arayış öz əksini tapır. Məsələn, biz xəstəxanadan arayış alırıq. Məsələn, bir işə düzələndə yaşayış yerindən arayış alırıq. Kimliyimizi təsdiq edir ki, həqiqətən də filan kəs filan xəstəxanada yatır, nə bilim, filan evdə yaşayır, filan şəhərin, nə bilim, əhalinin nümayəndəsidir. Bax, verilir. Bax, arayışda, yuxarıda arayış verilir, arayış sözü verilir. Bu hissədə ştamp hissəsi qoyulur. Bax, yadda saxlayın, ştamp. Bax, arayış sözü yuxarıda verilir, amma burada izahat kimi deyil, yəni. İzahatda kimdən kimə yazıldı, sonra altda izahat yazmışdı. Burada arayış ən yuxarıda yazılır. Aşağıdan sonra bax, verilir Ağayev Nadir Həsənoğluna ondan ötürü ki, həqiqətən 18 dekabr 1992-ci ildə Bakı şəhəri Sıraxan rayonunda anılmış və hazırda Sıraxan rayonu Ziya Binəli küçəsi 67 nömrəli evdə yaşayır. Dediyim kimi, yaşayış yeri haqqında arayışdır. Xəstəxanadan arayış ola bilər, falan kimi arayışlarımız ola bilər.
Sonra kimə verildiyi 45 nömrəli məktəbə təqdim olmaq üçün verilir. Sonra da verilən adam tərəfindən imza falan qoyulur. Növbəti gəlir bizdə tərcümeyi hal. Tərcümeyi hal da ərəb sözüdür və bizim halımızın tərcüməsi, yəni ki, halımız barədə məlumat veririk. Yuxarıda tərcümeyi hal sözü qeyd olunur. Başlıq kimi yuxarı sözündə tərcümeyi hal verilir və özün haqqında məlumat versən, özün haqqında harda doğulmusan, harda oxumusan, hansı nailiyyətlər, hansı uğurlar əldə etmisən bu yaşıva kimi, bunlar da olurlar bizdə tərcümeyi halın içərisində. Sonra ardıca ailə üzvləri haqqında qısa bir məlumat verilir. Tərcümeyi şəxsin öz xətti ilə yazılır, sonda şəxsi imza qoyulur, altında yazılma tarixi göstərilir. Bu da belə. Sonra gəlir bizdə xasiyyətnamə. Xasiyyətnamə bizə əksərən belə deyək ki, hər hansı bir işdə dəyişmək üçün və ya məktəbdən çıxıb başqa bir məktəbə keçən bir şagird üçün xasiyyətnamə verilir ki, onun daha çox rəhbər şəxs tərəfindən. Tutaq ki, şagird dəyişirsə, bunu belə deyək, məktəbin direktoru, zavud tərəfindən, müavini tərəfindən, yəni bizə nə verilir? Məlumat verilir ki, bu adamın xasiyyəti tərəfindən məlumat verilir. Xasiyyətnamə bax, verilir filan kəsə məktəb ondan ötürü ki, filan məktəbdə oxuyur və belə-belə də onun haqqında məlumatlar, ümumi məlumatlar özünü göstərir. Xasiyyətnaməni ən azı 2 şəxs imzalamalıdır. Bunu yadda saxlayın və bu məsələdə protokolda da belə vardı. Protokolu və xasiyyətnamənin sonunda 2 nəfərin imzalaması. Yəni belə deyim, əslində protokolu sırf 2 nəfər imzalayır. İndi protokola gəlirik yavaş-yavaş. Protokolda görürük ki, onun sədr və katib imzalayır. Xasiyyətnaməni isə əslində ən azı 2 şəxs imzalamalıdır. Bax, ən azı 2 məsul şəxs imzalayır və müəssisənin möhrü vurulur. Xasiyyətnaməyə möhür vurulur ki, yəni həqiqətən biz yazmışıq bunu. Yəni başqası göndərməyib bu xasiyyətnaməni. Hesabat ərəb sözü olub, tapşırığın yerinə yetirilməsi ilə bağlı hansı bir təşkilat rəhbərində məlumat versən ki, bəs mən filan tapşırığı yerinə yetirdim. Yuxarıda bax belə bir məlumat verilir bizə. Yəni ki, filan yerdə iştirak elədim, filan göndərdiyiniz tapşırığı yerinə yetirdim. Hesabatda da nələr olduğu, nə bilim, filan qədər yük gəldi, filan qədər yük çıxdı, nə bilim, filan belə oldu. Bu kimi məsələləri biz görə bilərik burada. Növbəti gəlir rəy sözü. Rəy ərəb sözü olub, əsər, tamaşa, konsert, film haqqında fikir mülahizə söyləməkdir. Fikir mülahizə söyləyirsən burada, rəy bildirsən. Rəyin də yuxarısı, bax, rəy ilə hesabatın yuxarısına baxsanız, oxşar formalıdır. Yenə də rəydə də yazır ki, İdman Ələm Fakültəsinin magistri Hüseyn Əl-Hüseynoğlunun mövzusunda yazdığı magistr dissertasiyasına rəy bildirəm. Yəni ki, rəyim nə ilə bağlıdır? Ondan sonra rəydə artıq həm rəydə müsbət, həm mənfi rəylər özünü göstərə saxlaya bilərsiniz. Yəni ki, təkcə müsbət şeylər yazmırıq. Bəyəndiyimiz hissələri, bəyənmədiyimiz hissələri göstəririk və rəyin nəticəsi göstərilir. Sondakı bəs nə eləmək olar da? Yəni ki, bunun mənfi taxışı nəticələr göstərdim. Bunu necə düzəldə bilərik? Necə kifidər, məlumatlarla bunu dəyişdirə bilərik? Və şəkildə necə şəkildə, tutaq ki, rəsm əsərindən bağlıdırsa, o rəsmində hansı dəyişikliklər edilir, onu daha da gözəlləşdirə bilərik. Annotasiya. Annotasiya latın sözü olub, annotamik sözündəndir deyir. Qeyd aparmaq, əlavə etmək deməkdir. Bax, qeyd aparmaq, əlavə etmək. Bu sözü yadda saxlayın, testdə çox verilir. Annotasiya, çünki kitabın əvvəlində qeyd aparsan. Annotasiyalar əsasən dərsliklərin əvvəlində dərsliyin harda nəşr edilməsi, kim tərəfindən çapılması, hansı mənbələrdən istifadə olması kimi məsələləri biz burada görə bilirik. Protokol sözü gəlir bizdə burada. Protokol Yunanca protokol ilk vərəq, birinci vərəq mənasını verir. Sözlərin birləşməsindən düzəlmişdir. Və müşavirə, konferans, yığıncaq, toplantı məzmunu verir və Yunan sözündəndir. Bunu da saxlayın. Protokol Yunan sözündəndir. Telegram da Yunan sözündən olacaq. Misal üçün, anotasiya latın sözüdür. Belə deyək, məsələn, reklam da latın sözüdür. Bunların məzmunundan bəzən istifadə edir. Telegram da latın sözüdür, misal üçün. Bu kimi məlumatlar da bizdən soruşa bilir. Protokol ilk vərəq, birinci vərəq mənasını verir. Protokollar əsasən iclaslarda keçirilmək üçün istifadə olunur. İclasda, belə deyək də, iclasın protokolu tutulur. Bax, gördüyünüz kimi protokol verilir. Protokolda, bax, bu məsələ arayışda da var idi. Qoy bir dənə qaydım göstərim sizə. Bax, orada deməmişdim. Arayışanı. Arayışda da, indi burada göstərməyib nömrə göstərilməlidir.
böyük araç sözü yazılır. Ştambu aslında araçın burada göstərilir. Burada araçda verməsələr də burada. Bax, sol tərəfində, sol küncdə ştambu, ştambın aşağı tərəfində sətrin araçın nömrəsi və verildiyi tarix göstərilir. Eyni zamanda protokolda da bu söhbət vardı. Protokolda da nömrə göstərilir. Bax, bizdə burada göstərir ki, protokolun nömrəsi qeyd olunur bizə və protokolda belə deyə də iclasda kimin iştirak elədiyi barədə məlumatlar verilir. Kimlər burada iştirak edirlər, o barədə məlumat verilir. İclasın gündəlik hissəsi verilir. Yəni burada iclasda hansı məsələlər problemlər müzakirə olunacaq, o verilir bizə. Eşidildi hissəsində rəhbər şəxs bu problemlər barədə öz hesabatını verir. Çıxışlar hissəsində isə işçilər bu barədə öz məlumatlarını bildirirlər ki, bəs biz bu problemi necə həll edə bilərik məsələ olaraq. Sonra qərar hissəsi gəlir ki, bəs qərarımız nədir? Problemin həlli ilə bağlı hansı qərar verildi? Sonunda sədr və katib də öz imzalarını qoyurlar. Bayaq dediyim kimi, bu da xasiyyətinə min oxşar cəhətdir ki, hər ikisində imza məsələsi özünü göstərirdi. Bu da olur protokolla bağlı. Növbəti gəlir akt bağlıdır. Akt bir latın sözüdür. Yadda saxlaya bilərsiniz. Aktos, aktum sözündən hadisə, hərəkət, cinayət işi deməkdir. Yəni, aktlar da cinayət aktı, dövlət aktı və bu və digər faktın asılması ilə bağlı tərtib edən aktlardır. Akt tərtib etmək üçün xüsusi bir, belə deyək də, nümayəndəlik təyin olunur, belə deyək, və ora xüsusi üzvlər olur, aktı təyin etmək üçün. Orada bir xüsusi bir komissiya təşkil olunur, belə deyək, yəni ki, o komissiyanın üzvləri hər hansı bir məsələni müzakirə edirlər. Biz görürük ki, bax, burada, aktda, burada akt sözündən atda, yadda saxlayın, aktın harada keçirildiyi şəhər və tarix göstərilir bizə. Ondan sonra aktın iştirakçıları göstərilir bizə. Dəftərxana rəisi filankəs və məsələdəki aktın tutulma səbəbləri göstərilir bizdə buradakı. Bəs biz həqiqətən də getdik orada filan qədər filan şey gördük. Nə bilim, nə qədər kağız vardı, nə qədər filan aparat vardı, nə qədər şeylər, məsələn, mühasibatlığa verilmişdi ki, bu məsələlər özünü göstərir. Yoxlamanın müddəti, yəni bu aktı tutmaq üçün tutaq ki, yoxlama aparılıb da daha şanslı bir yerdə. Həm rəqəm, həm sözlə qeyd olunur. Bunu yadda saxlaya bilərsiniz. Ən sonda da aktı bütün üzvləri imzalayırlar bunu. Aktı bütün üzvlər bir-bir imzalayırlar. Yəni yadda saxlayın bunu. Sonra gəlir bizdə telegram. Telegram Yunanca tele, uzaq, qrame yazı məzmundadır. Telegramların belə deyək də iki növü var. Bax, iki növü var. Növ. Bir var məlumat çatdırmaq üçün, bir də pul ötürmək üçün. Pul köçürmək üçün telegramlar vardı. Telegramın yazılış forması şəxsin ünvanı göstərilir. Telegramın məzmunu yığcam göstərilir bizə. Mətnlər, hərflər, iki mənalı sözlər, kobud ifadələr olmamalıdır və rəqəmlər hərflərlə ifadə olmalıdır. Rəqəmlər hərflərlə ifadə olmalıdır. Tutaq ki, bilmirəm, harasa indiki dövrdə indi kartlarla göndərir hər şey. Əvvəllər məsəl üçün pul göndərirdik Telegram vasitəsilə. Orada məsəl üçün 300 manat pul göndərmisənsə, ora 300 manat belə yazmalıydın. Belə bir şey var ki, 300 manatı qeyd eləməlisən, əlindən qeyd eləməlisən. Bunu yadda saxlayın. Sonra Telegramın bax 2 növü var dedik. 3 forması var. Adi Telegram, təcili Telegram və xüsusi Telegram. Adi Telegram normal bir Telegramdır. Təcili Telegramda vaxt məhdudiyyəti vardır. Xüsusi Telegram isə daha çox ölümlə bağlı, hər hansı bir ciddi problemlə bağlı göndərilən məsələlərdir ki, burada göndərən şəxsin, tutaq ki, həkimdirsə, onun şəxsiyyət vəsiqəsinin falan kodu göndərməlidir ki, bu, yəni ki, mən təsdiq edirəm ki, bu adam həqiqətən də ölüb, onun ölümü ilə bağlı Telegramda bu. Vəkalətnamə. Vəkalətnamə bir adamın hardansa sənəd götürməsi ilə bağlıdır. Belə deyək, yəni burada, bax, əvvəldən də bu mövzunu izah edəndə üstündə qeydlərim olub, görsənir burada. Bax, vəkalətnamə qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazım olan şəxsə verilir. Yəni ki, tutaq ki, mən belə deyək də universiteti bitirmişəm və diplomumu almaq üçün özüm başqa bir yerdəyəm. Diplomumu almaq üçün verirəm qardaşıma, atama, kiməsə bir vəkalətnamə verirəm. O mənim yerimə gedib diplomumu mənim adıma götürmək hüququ verirəm elə bil ki ona. Vəkalətnamədə deyil ki, verilən şəxsin adı, soyadı, deyən ki, şəxsiyyət vəsiqəsinin nömrəsi falan dəqiq olaraq göstərməlidir. Bax, deyir ki, nə bilim, mən filankəsə hüquq verirəm ki, mənim adımdan poçt şöbəsindən filan kitabları götürsün tutaq ki. Və həmin etibar elədiyi şəxsin şəxsiyyət vəsiqəsinin falan kodunu qeyd edəcək ki, bax, mən dəqiq olaraq bu adama vermişəm. O da orada gedir özünü təqdim edir ki, bəs mən
bu adamam, falan vəsiqəm də budur. Baxırlar, aha, siz deməli falan kəsdə sizə etibar edib, buyurun götürə bilərsiniz. Sonda imza qoyulur. Altda da mühür falan istifadə olunur. Mühür və imza özünü göstərir vəkaletnamədə. Vəkaletnamədə dəqiq olaraq mühürdən istifadə olunmalıdır. Sonra elan. Bax, elan əməl yazının sadə formalarından biridir kimi gedir. Məzmundan və məqsədinə görə forması vardır. Bax, elanın formaları vardı. Anonsdur, reklamdır, afişadır, bildirişdir. Bunlar hamısı elanın formaları gedirlər bizdə. Və elan bu və digər məlumatları insanları qabaqda çatdırmaqla təşkil edici missiyanı yerinə yetirilir. Bax, məlumatın mahiyyəti aydın olmalıdır, saat dəyər göstərilməlidir, keçirildiyi yer qeyd olmalıdır, kim tərəfindən verilməsi göstərilməlidir. Elanda bir və bir neçə məlumat özünü əks etdirə bilər. Bax, burada məsələn afişa deyilir. Afişa əsasən idman, konsert, tamaşa ilə bağlı məlumatlar afişalarda özünü göstərir. Bildirişlərdə tutaq ki, nə bilim, telefonumuza da bildiriş gəlir tutaq ki, nə bilim, belə deyək də, filan müddəti bitməyinə az qalıb, tutaq ki, ödənişi eləyin tutaq ki. Burada bildiriş verir ki, tutaq ki, filan gün bir iclas olacaq. Qoşulmaq istəyirsinizsə gələrsiniz. Yəni bildirək, iştirak edə bilərlər, maraqlanan iştirak edə bilərlər. Anons daha çox televiziyada falan, radioda falan fraqmentlər göstərilir və orada belə deyək də məlumat verilir ki, tutaq ki, 21:00-da, nə bilim, tutaq ki, belə deyək də filan serial gedəcək. Anons kimi bu özünü göstərə bilir. Reklam gəlir bizdə. Reklam və məktub gəlir sonuncu olaraq. Reklam sözünü latın sözü olub yadda saxlayın. Mənası qışqırmaq deməkdir. Bunu çox zaman testdə soruşurlar. Mənası qışqırmaq deməkdir, mənası. Və daha çox bu reklamın məqsədi daha çox müştəri qazanmaq, daha çox sənin məhsulunla və ya özünlə bağlı maraqlanan insanı cəlb etməkdir. Məşhurlaşdırmaq, kütləviləşdirmək məqsədilə bir adama bir şey haqqında məlumat verir. Reklamı tərtib edən şəxs reklamçı adlanır. Bu kimi məlumatlar özünü göstərir. Məktub. Məktub rəsmi işgüzar üslubu aydılıb. Belində iki kateqoriya ilə ayırmaq lazımdır məktubu. Cavab tələb eləməyən məktublar və cavab tələb eləyən məktublar. Belə deyim, məktub dedikdə belə bir söz yazılır bəzən. Burada indi verilməyib deyəsən. Ən sərbəst rəsmi işgüzar üslubun belə deyək, ən sərbəst nömrəsi məktubdur, amma bu sözdən səhv salmayın. Ən sərbəst olmağına baxmayaraq, yəni məktubun da tərkib hissələri vardır. Bax, məktubun hissəsi olur ki, müraciət hissəsi. Əsasən baba müraciət, ümumi hissə, fərqləndirici hissə, yekunlaşdırıcı hissə. Bəzən deyirik ki, surətin kimə göndərilməsi də burada arada göstərilə bilər. Amma əsas müraciət hissəsi burada hörmət əlaməti olaraq tutaq ki, cənab, nə bilim, tutaq ki, filankəs o filankəs cənabları xoş gördük. Bu kimi müraciət hissəsində ümumi hissədə tutaq ki, keyfiniz, əhvalınız necədir, nə bilim falan, bu kimi salam sağ ol hissəsində götürülür. Fərqləndirici hissədə məktubu nə ilə bağlı yazıramsa, tutaq ki, o bizə göstərilir. İndi müxtəlif məzmunlar ola bilər. Biri borc istəyə bilər, biri nə bilim, bir salam, bir tapşırığı yerinə yetirib onu məlumat verə bilər. Yəni fərqləndirici hissə artıq adına göstərildiyi kimi fərqləndirici hissə məktubun hamı üçün fərqli ola bilər. Yekunlaşdırıcı hissədə də məktubun sonluğu hörmətlə filankəs və filankəsdən təşəkkürlər falan, xudahafiz falan kimi sözlər özünü göstərə bilir. Bu da olur bizim əməli yazı nümunələrimiz barədə dərsimiz. Sağ olun əziz izləyicilər, təşəkkürlər izlədiyiniz üçün.